Salam hörmətli valideynlər və şagirdlər. Hər birinizi xoş gördük. Hippo Beynəlxalq İngilis dili yarışması öncəsi bu videomuz Hippo imtahanında nələrə diqqət etməyiniz haqqında olacaqdır. Belə ki 4 aprel tarixində Gəncədə Gəncə Dünya Məktəbi, Sumqayıtda Sumqayıt Dövlət Universiteti, Bakıda isə Odlar Yurdu Universitetində hər birinizə uğurlar arzulayırıq. Qeyd edeyim ki, saat 09:30-da qapılar açılacaq və 09:30-da isə bizim əməkdaşlar sizləri imtahan zalına qəbul edəcəklər. 10:45-də isə qapılar bağlanılacaqdır və 11:00-da isə imtahan başlayacaq. Bu məqama diqqət etməyinizi və vaxtında imtahanda olmanızı sizdən rica edirik. Və qeyd eləyək ki, 1 saat öncə imtahana gəlməyiniz şərtdir. Çünki içəridə sizin yerləşdirməyiniz və cavab kartını doldurmanız sizin üçün vaxt aparan bir prosesdir. Bu məsələlərə uyğun olaraq imtahana 1 saat öncə gəlməyinizi sizdən rica edirik. Hippo Olimpiyadasına gələrkən özünüzlə nələri gətirməlisiniz? Biz sizə imtahandan öncə xüsusi olaraq Hippo tərəfindən verilmiş exam ID-ləri SMS və SMS vasitəsilə həm sizin telefonunuza, valideyn nömrələrinə və eyni zamanda sizin elektron poçt ünvanlarınıza göndərəcəyik. Qeyd eləyək, Global Olimpiyat Center tərəfindən sizə göndərilmiş buraxılış vərəqəsində olan iş nömrəsini yox, sizə göndərəcəyimiz əlavə iş nömrəsini qeyd etməlisiniz. Və imtahana gələrkən Global Olimpiyat Center tərəfindən göndərilən buraxılış vərəqəsini özünüzlə çap edib gətirməyinizi və onun üzərində olan məlumatları əlavə olaraq qələmlə bizim telefonla sizə göndərdiyimiz exam ID-ni də yazmağınız sizdən xahiş olunur. Bu nüansa hökmən diqqət eləmək lazımdır. Əziz şagirdlər, imtahana gələrkən qələm seçərkən göy dircəkli qələm seçin. Nəyə görə? Sizin seçdiyiniz qələmlərin əgər rəngi göydən fərqlənərsə, sizin cavab kartına qeyd etdiyiniz nüanslar aydın oxunulmaya bilər və optik cihaz bunu oxumayacaqsa, onda sizin cavablarınız problemli olacaq və sizin nəticələrinizə təsir göstərəcək. Bunun üçün qeyd edək ki, hökmən özünüzlə göy dircəkli qələm, yəni pozulmayan və başqa rənglərdə olmayan qələm gətirməyiniz sizdən xahiş olunur. Cavab kartını doldurarkən diqqətli olmanızı xahiş edirik. Çünki Global Olimpiyat Center tərəfindən sizə göndərilmiş buraxılış vərəqində olan iş nömrəsi, orada yer və oturacağınız, eyni zamanda bizim əlavə olaraq Hippo tərəfindən göndərilmiş exam ID əsasında siz cavab kartını dolduracaqsınız və cavab kartında diqqətli olmanızı, doğum tarixinizi də qeyd edəcəksiniz. Bu nüansa diqqət etməyiniz çox vacibdir və eyni zamanda buraxılış vərəqindən əlavə sizdən imtahana gələrkən özünüzə su da gətirməyinizi xahiş edirik ki, əgər imtahan müddətində su fasiləsi yaranarsa, bundan istifadə edə biləsiniz. Bunun əlavə olaraq Global Olimpiyat Center'ın əməkdaşları da bu yöndə sizə dəstək olacaqdır. Və ən vacib məqamlardan biri isə buraxılış vərəqəsindən əlavə cavab kartında cavabınızı qeyd edərkən düzgün cavab bildiyiniz cavabı qeyd edin. Əlavə bir cavabı sizin qaralamanıza ehtiyacınız yoxdur. Ancaq bir cavab qaralana bilər. Yəni bir sualda bir düzgün cavab vardır. Yəni 2 dənə siz əgər cavab qaralasınız, bu sizin üçün artıq səhv hesab olunacaq. Odur ki, bu nüansa diqqət etməyinizi və bu nüansa diqqət etsəniz, onda artıq Hippo'nun milli final mərhələsində sizləri yenidən görmüş olacaq və əlavə bal itkisinə məruz qalmayacaqsınız. Qiymətləndirmə meyarlarını bizim əməkdaşlar sizə onsuz da göndəriblər. Səhv cavaba görə bal silinmir, amma düz cavaba görə isə müxtəlif ballarla qiymətləndirirsiniz. Və digər bir məsələ isə artıq imtahan başladı. Siz artıq imtahandasınız. İmtahanda olduğunuz zaman bizim əməkdaşlar imtahandan öncə sizə kitabçalar paylayacaqdır. Hər kəsin sinifinə, kateqoriyasına və bildirdiyimiz kimi adi və xüsusi kateqoriya olduğuna görə sizə kitabçalar paylanacaqdır. Əgər sizin kitabçanızın üzərində kitabçanız sizin kateqoriyanıza uyğun deyilsə, bunu hökmən imtahan başlamamışdan öncə bizim əməkdaşlara bildirin. Əgər burada yanlışlıq etsəniz, ilk imtahanın 15 dəqiqəsindən sonra dəyişilməyəcək və etdiyiniz yanlışlıq əsasında sizin nəticələriniz ləğv olunacaqdır. Bu nüansa sizdən çox diqqətlə yanaşmanızı rica edirəm. Və mən istəyərdim ki, sizə bunu da bildirim. Hippo kateqoriyalarından Baby Hippo və Little Hippo kateqoriyalarında vahid bir kitabçadır və hər iki kateqoriya bir kitabça üzərinə imtahan veriləcək. Ancaq qiymətləndirmə isə fərqli olaraq Baby Hippolar üçün 1-2-lər üçün ayrı, 3-4-lər üçün isə ayrı olaraq qiymətləndiriləcək. Bu bütün dünyada Hippo'dan keçən 90-dan çox ölkənin 100 minlərlə şagird bu qaydada verir. Mən istərdim sizə kitabçanı nümayiş elətdirib. İmtahanda istifadə olunacaq kitabça budur. Bax, gördüyünüz kimi Hippo kateqoriyası burada yazılır. Əgər burada Hippo 1 yazılıbsa, deməli bu Hippo 1'dir. Əgər Hippo 2 Drop S2 yazılıbsa, S1 yazılır, deməli bu eyni zamanda Special kateqoriyaya da aiddir. Bu nüansa diqqət etmənizi sizdən çox rica edirik və diqqət edin, Hippo kateqoriya yazılan hər kəsin öz kateqoriyası yazılmışdır və bizim öncədən, imtahandan da öncə göndərdiyimiz təlimatda bunlar hamısı yer alır.
Değerli valideynlər, əziz şagirdlər. Hər bir imtahanda olduğu kimi bu imtahanda da vaxt çox önəmlidir. Siz imtahana girərkən eyni zamanda vaxtla yarışırsınız. Bildiyiniz kimi kateqoriyalara görə vaxtlar verilmişdir. Biz sizə o vaxtları ümumi şəkildə təqdim edirik və həmin vaxt ərzində siz şagirdlər imtahanı vaxtında başlayıb vaxtında bitirməlisiniz. İmtahana gecikən şagirdlərin vaxtı öz imtahan vaxtlarına gedir. Onlara əlavə vaxt verilməyəcək. Ancaq imtahan prosesində iştirak edən şagirdlər isə tam dəqiq olaraq vaxtı elə bölməlidirlər ki, onların cavabları qaralamasına belə vaxt qalsın. İmtahan bitdikdən sonra bizim əməkdaşlar kitabçaları sizə, cavab kartlarını isə sizdən təhvil alacaqlar. Cavab kartlarını təhvil verərkən çox diqqətli olun. Çünki orada olan informasiya dəqiqliklərinə bizim əməkdaşlar baxacaq. Hər hansı bir yanlışlıq olacaqsa, bu siz tərəfdən şagirdlərin yanlışlığı kimi qəbul olunacaq. Odur ki, əməkdaşlarımız sizdən cavab kartlarını təhvil alarkən diqqətli olmanızı və vaxtında onlara təhvil vermənizi rica edirik. Hippo Beynəlxalq İngilis Dili Olimpiyadası bilirsiniz ki, Gatehouse tərəfindən keçirilən və onlar tərəfindən dəstəklənən bir olimpiyadadır. Və bu olimpiyadanın dəstəklənməsi nəticəsində necə ki, İngilis dili üzrə dil bilik səviyyənizi ölçən beynəlxalq imtahanlarda necədirsə, burada da eyni mexanizm tətbiq olunur. Cavab kitabçası sizə verilsə də, sualların düzgün cavabları, yəni hansı sualın cavabı budur, bu sizə təqdim olunmayacaq və eyni zamanda sualların digərləri, yəni cavablar da nəticələr də 2-3 həftə sonra elan olunduqda siz hansı suala yanlış və ya doğru cavab verinizi bilmirsiniz. Total olaraq balınızı bilirsiniz. Onsuz da kitabçalar sizdə vardır və hər hansı suala nə yazdığınızı avtomatik olaraq bilirik. Və cavab kartınızda bizdə olduğunuz üçün avtomatik olaraq siz öz cavab kartlarınıza da baxa bilər yenidən və bizdən ala bilərsiniz. Qeyd edək ki, siz imtahan nəticələrinizi təqribən imtahanın 2-3 həftə sonra Hippo'nun rəsmi saytından baxa biləcəksiniz. Sizə verilmiş Hippo'nun exam ID-lərini qopun yox, yəni 6 rəqəmli yox, 8 rəqəmli bizim web SMS-ə göndərdiyimiz exam ID-ləri sizə göndərəcəyimiz saytda daxil olub həmin yazdıqdan sonra avtomatik balınızı görəcəksiniz və milli finala keçib keçmədiyiniz haqqında məlumat əldə etmiş olacaqsınız. Yaxşı, seçim turu həyata keçirildi. Biz nəticələrimizi də bildik və sonra nə olacaq? Seçim turunda ümumiyyətlə bütün seçim turunda iştirak edən şagirdlərə Hippo tərəfindən iştirakçı sertifikatı təqdim olunur. Burada yüksək nailiyyət göstərən şagirdlərimiz isə milli finala keçəcəklərdir. Milli final isə may ayının ilk həftələrində keçiriləcək və burada milli finalda iştirak edən şagirdlərimizdən bir neçə nəfər, adətən bu təqribən dünya reytinginə əsaslanır. Ötən illəri bir nəfər bizdən qazanmışdı, bu il daha çox olacağına əminik və bu illəri də sizin göstərici nəticələrinə ümumi dünya reytinginə düşsəniz, birbaşa milli finaldan final mərhələsinə keçid etmiş olacaqsınız. Yəni siz artıq İtaliyaya vəsqənizi təmin etmiş olacaqsınız. Milli finalda digər faizlər üzrə nəticələr əldə edən şagirdlər isə regional finala vəsqə qazanacaq. Regional final isə bu il 31 ölkənin iştirakı ilə Bakı şəhərində iyun ayının son günlərində təşkil olunacaq. Tarix haqqında məlumatı isə sizə iyun ayından əvvəl təqdim eləmiş olacağıq. İnanırıq ki, regional finalda da yüksək nailiyyət göstərəcək şagirdlərimiz sentyabr və oktyabr aylarında keçiriləcək İtaliyada baş tutacaq əsas grand finalda ödənişsiz şəkildə Azərbaycanı təmsil etmək şansı əldə edəcəklər və sizə uğurlar arzulayıram, hörmətli izləyicilər və şagirdlər. 4 aprel saat 11:00-da hər birinizə bol-bol uğurlar. Mən inanıram ki, sizin ingilis dili bilik səviyyəniz çox yüksəkdir və özünüzü çox yaxşı tərəfdən göstərə biləcəksiniz. Uğurlar, sağ olun.